Ədədi arasında əlaqəni tapmaqla A üstəgəl B cəmini tapmalıyıq. İlk baxışdan görünür ki, 8, 1 və 3 rəqəmlərinin hasili 24-ə bərabərdir. Və bu ədədlərin cəmi 12-yə bərabərdir. Digərlərini yoxlayaq. 2 vur 5 vur 6 bərabərdir 60 doğrudur. 2 üstəgəl 5 üstəgəl 6 13-ə bərabərdir. Bu da doğrudur. Sonuca tətbiq edəsək A bərabərdir 9 vur 2 vurulsun 4 bərabərdir 72 alınır. B bərabərdir 9 üstəgəl 2 üstəgəl 4 bərabərdir 15. Və 72-nin 15-in cəmini tapmalıyıq. Bərabərdir 87. Doğru cavab B bəndi. Sözlər və ədədlər arasındakı əlaqəni tapmalıyıq. Deməli, birinci hərfdəki sözdəki hərflərin sayına baxaq. Deməli, saatlərin sayı 4, samitlərin sayı da 4-dür. Digərini yoxlayaq. İkincisində samitlərin sayı 5, saatlərin sayısı 2-dir. Birincisi 4 idi. Sonuncunda samitlərin sayı 5, saatlərin sayısı 3-dür. Demək ki, hər dəfə, hər sözdə samitlərin sayı ilə saatlərin sayının hasili tapılıb. Birincisində samitlər 1, 2, 3, 4, 5 samit var Gustaviya sözündə. Saat isə 4 dənədir. Bunların hasilini tapırıq. Olur 20. Doğru cavab A bəndi. Analogiyaya əsasən düzgün variantı seçin. Ardıcılığa diqqət edin. Vərəq, kitab. Demək, kitab vərəqlərdən ibarətdir. A bəndindəki şeir nağıllardan ibarət deyil. B bəndindəki göyçək gözəldən ibarət deyil. C bəndə bina mərtəbədən ibarətdir. D bəndə söz cümlədən ibarət deyil, tərsinədir. Cümlə sözdən ibarətdir, amma ardıcılığı nəzərə almalıyıq. Ona görə doğru cavab olur C bəndi. Fiqurlar arasındakı əlaqəni tapmalıyıq. Fiqurdakı şəkildəki fiqurlar güzgü əksidir. Birinci şəklin güzgü formada əksinə, ikincisi alınıb. Üçüncüdən dördüncünü tapmağa çalışaq. Deməli, sol yuxarıdakı kiçik bu buludu baxaq. Digər şəkildə o sağ tərəfdə və yağışlar sanki sağa doğru gedilmiş kimi olmalıdır. Bu A bəndində belə deyil, B bəndində belə deyil, C-də deyil, D bəndində doğrudur. Digər xırda detallara baxaq. Məsələn, ev aşağı solda olmalıdır, doğrudur. Təyyarə baxsaq, yenə sol tərəfdə, sağdan sol doğrudur. Gəmiyə baxaq. Gəmi sol aşağıdadır, olmalı sağ aşağıda. D bəndi doğrudur. Doğru cavab D bəndi. Ədədlər arasındakı əlaqəni tapıb, sual işarəsindən uyğun gələn ədədi tapmalıyıq. Burada 4 və 8-dən 80 alınıb, 6 və 4-dən 52. Üçüncü şəkildəki isə 7 və 1-dən 50-nin alınması daha rahat görünür ki, 7-nin kvadratı 49 və 1-in kvadratı 1, 50-yə bərabərdir. Digərlərini yoxlasaq, 4-ün kvadratı 16 üstəgəl 64, 80-ə bərabərdir. 36 üstəgəlsin 16 da 52-yə bərabərdir. Sonuca 9-un kvadratı üstəgəl 5-in kvadratı olmalıdır. Bərabərdir 81 üstəgəlinsin 25 bərabərdir 106 alınır. Doğru cavab A bəndi. Ədədlər arasındakı qanunauyğunluğu müəyyən edib B çıxar fərəqini tapmalıyıq. Burada həm sətir boyunca, həm də yuxarıdan aşağıya doğru qanunauyğunluq var. Deməli, birinci sətir boyunca baxaq. 5 üstəgəl 1 olur 6, üstəgəl 2, üstəgəl 3. Deməli, hər dəfə üstəgəlinə ədəd 1 varid artır, üstəgəl 4 hamısını ödənir. 5, üstəgəl 6, üstəgəl 7 olmalıdır. Yəni, A bərabərdir. 26 üstəgəl 7 olur 33. Yuxarıdan aşağı doğru isə hər biri 3-ə vurulub. 5 vur 3, 15. Digər hamısını ödənir. A 33 olduğuna görə B bərabərdir. 3 vur 33 bərabərdir 99 alınır. Biz tapmalıyıq B çıxılsın A-nı. 99 çıx 33 bərabər 66 olur. Doğru cavab B bəndi. Tarazlıqda olan tərəzilər verilib. Biz o aya uyğun gələn cavabı tapmalıyıq. Birinci tərəzinin hər bir gözündən D-ni götürə bilərik. Tarazlığı pozmaz. Onda sol tərəfdə 1A və 1D qalır. Sağ tərəfdə isə 1O qalır. İkinci tərəzidə biz görürük ki 1D 2A-ya bərabərdir ki 2D 4A-ya bərabər olub. Yazıram D bərabərdir 2A. Üçüncü tərəzidə O və A verilib. Biz onun yerinə AD yaza bilərik. AD və bir dənə də A. Sonuncu alınandan 2A-nın yerinə biz 1D yazsaq, bu A və bu A-nın yerinə 1D yazsaq, cavab olur 2D. Doğru cavab D bəndi. Fərqli olan fiquru tapın. Burada eyni fiqurun müxtəlif istiqamətlərdə, yəni saat əqrəb və ya əksi olan istiqamətlərdə dönməsi verilib. Amma fiqurların birində
bir fərq var. Bunu biz ardıcılığı gözləməni tapmalıyıq. Deməli, birinci fiqurda saat əqrəb istiqamətdə 1-dən sonra 4 gəlir, bir dairədən sonra. B-də də bu gözlənilir, C-də də bu gözlənilir və D-də bu gözlənilir. İkinci addıma keçək. Deməli, 4-dən sonra 2 olan gəlir. Eyni qaydada burada 4-dən sonra 2 gəlir. Növbətdə 4-dən sonra 2 gəlir, amma burada bir fərq var. Çünki bu 2-lər fərqli formada düzülüb. Dördüncüdə də yenə 4-dən sonra 2 gəlir. Sonra 3-lər gəlir və onlar doğru düzülüb. C bəndindəki 2 dənə çevrə fərqli formada düzülüb. Ona görə fərqli olan fiqur C bəndindəki fiqurdur. Verilmiş sxemə əsasən A üstəgəl B cəmini tapaq. Sxemdəki əsas diqqət eləməli olduğumuz bu sonuncu A-nın həm də burada olmasıdır və yuxarıdakı vurmada son 2 rəqəmlərdən sonuncu A-sının, yəni A, B, A3 rəqəminin A-ya vurulmasında 3800 və ulduz A-nın alınmasıdır. A-nı A-ya vuranda yenə A ilə bitən bir alınırsa, bu A bərabərdir 1 halında ola bilər, A bərabərdir 5 halında və A bərabərdir 6 halında ola bilər. Burada isə 1 halında bu ödənmir, çünki 101-i, daha doğrusu 1B1-i 1-ə vuran 3800 alınmaz, mümkün deyil. 5-də də alınmaz, çünki 500-ü 5-ə vuranda 3800-ə qədər arta bilməz. Bu ancaq 6 halında mümkündür. A bərabərdir 6-ını tapdıq. Digər hissədən B-ni tapmağa çalışaq. Sol tərəfdə aşağıda deməli birinci ulduz 2-dir. Çünki 3 üstə gəlsin ulduz 9 olduğuna görə orada yadda qalan 1 yoxdur. Alınır 2. Deməli bizdə alınmalıdır A-B-A 3 rəqəmin ədədini fərqli rəqəmlə göstərək. İkinci vurmaya baxırıq. Deməli A, daha doğrusu 6BA 6BA, yəni yenə 6 vurulsun B6, buradakı B-ni vuranda, yəni 6B6-nı B-yə vuranda sətirdəki ikinci, aşağıdakı 2 ilə başlayırsa, B demək ki 4 olmalıdır. B bərabərdir 4. Çünki 4-ə artıya vuranda 24 alınır. Digər hallarda bu mümkün deyil. Demək biz A-nı tapdıq, B-ni tapdıq, bunların cəmini tapmalıydı. A üstəgəl B bərabərdir 10. Doğru cavab A bəndi. Verilmiş ədədlər arasındakı qanuna uyğunluğu müəyyən edib, sual işarəsinə uyğun gələn ədədi tapmalıyıq. Birinci şəkildə 70 və 7 var. Buradan biz görə bilərik ki, 7 10-a vurulmalıdır və onu da 4 üstəgəl 6-dan tapa bilərik. 4 üstəgəl 6 vurulsun 7 bərabərdir 70 alınır. İkincini yoxlayaq. 3 üstəgəl 5 vurulsun 2. 8 vur 2 16 alınır. Üçüncüyə baxaq. 9 üstəgəl 5 vurulsun 4. 14 vurduqda 56-ya bərabərdir. Sonuncu şəkildə 2 üstəgəl 8 vurulsun 6 bərabərdir 10 vurulsun 6 60 alınır. Doğru cavab D bəndi.